Hər vaxtınız xeyir olsun mənim dəyərli izləyicilərim. Bugün sizlərə Kazinakinin hazırlamasını paylaşmaq istəyirəm. Həqiqətən də bu şirniyyatı məncə sevməyən yoxdur. Uşaqlıqdan bəri ən çox sevdiyim şirniyyatlardan biridir. Hamımız almışıq. Yəni bu şirniyyatı inanmıram ki, kimsə alıb dadına baxmasın. Bu səfər evdə necə hazırlanır onu göstərəcəm. Əvvəlcə semiçka dənələri hər yerdə satılır. Bu şəkildə, yəni çiy şəkildə olduğuna görə yaxşı-yaxşı qovururam. Yəni adi simiçkanı necə qovururuqsa, dənəsini də o şəkildə qovururam. Vamxodda qovururam ki, yanmasın içi, yəni yaşlığı getsin. Daha sonra tavaya şəkər tozu əlavə eləyirəm. Miqdarlarını videonun alt bölümündə qeyd edəcəm və eyni qaydada vamxodda şəkər tozunun tam əriməsini gözləyirəm. Əvvəlcə daşlaşır, yəni qəndləşir şəkər, daha sonra əriyəcək. Şəkər əridikdən sonra qovrulmuş simiçka dənələrini əlavə edirəm şəkərin içərisinə və tez-tez qatışdırıram. 5-6 dəqiqə, yəni qatışdırıram. Daha sonra, yəni bunu qatışdırma prosesini çox tez eləmək lazımdır ki, qəndləşməsin, bərkiməsin. Bütün simiçka dənələri hamısı qatışdırdıqdan sonra yağladığım yağlı kağızın içərisinə əlavə eləyirəm. Yağlı kağız bəzən keyfiyyətsiz olur, ona görə də duru yağla yağlamaq lazımdır. Hamısını əlavə etdim tavadan. Daha sonra yenə də yağlanmış yağlı kağızı üzərindən yerləşdirib kartof əzənlə tez-tez yayıram ki, bu cür hamar olsun və heç 5 dəqiqə keçmir ki, quruyub və daha sonra bıçaqla üzərindən bu cür cızıqlar atıram. Necə yəni istəyirsinizsə bölmək o şəkildə. Qəndi necə, pişmiş qəndi necə bölürük, bunu da elənin. Ondan sonra kağızları üzərindən çox rahat çıxardaraq artıq çay süfrəsinə təqdim edirəm. Baxın, nəticədə bu cür ləzzətli kazinakilər alınır. Çox dadlıdır. Yəni dadını bilənlər hamı bilir. Bilməyənlər üçün deyirəm ki, evdə hazırlanan həqiqətən də marketdən aldıqlarımızdan çox fərqlidir. Marketdə yəni satılanların şəkəri çox az olur, amma evdə hazırlayanda bol edirik deyə ləzzəti, dadı da bir başqa olur. Hazırlayın, nuşucanlıqla yeyin, göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Sağ olun, salamatla qalın.